Salam dostlar, herkese salamlayıram. Bugün sizinle yeni bir Celebrant videosuyla karşınızdayım. Bilirsiniz ki, mən keçən videoda Los Burritos salmışdım. Baxın, göstərim sizə o hansı petdir. Çox getdim deyəsən azca. Baxın bu. Bu peti çalmışdıq. Çox şirin bir pet idi. Amma sonra geri çaldırmışdıq. Çünki bir adam mənə vururdu və çaldırmışdı. Sonra bir daha 1v8-dən Los Pitagos çaldırmışdıq. O da bu rengat bir şeydi. 1v8 milyon verirdi, amma problemdir. Baxın bu Los Pitagos. Nəysə, indi serverumu dəyişdirdim. Bu serverda da elə də yaxşı adamlar yoxdur. Yəni bu gün də yenə pet çalmaya çalışacağıq. Bu arada kanalıma abone olup like atmayı unutmayın. Olmamışsa tez bu dəqiqə 2 dənə şey edirəm. Nə pullu deyil, nə əziyyət vermir sizə. 2 dənə basırsınız, bitdi, basmaq. Like atıp abone olmayı unutmayın. Estağfurullah, mən niyə heç vaxt beysimi, heç bir videoda beysimi görəmirəm. Pitro, patripa, purbaloni. Hazır eşmişliyimi çalmır, tez çıxın. İnşallah bu dəfəki serverim biraz yaxşı olar da. Bir də 10 milyon üstü pet çalsam o rebit atabilirəm. Yəni pul kasmaq üçün deyirəm. 12 vergi 90. Aha, düz yanımda Tripitropili adam var. Dostlar, aslında burada bir tane Burrito Bandito Traptorito. Salam. Salamlarım herkes. Salam aleyküm salam. Hayda. Allah belanı. Ben salamlayıram elə adamlara. Ay Allah, Jek getdi. Biraz da problemli bir video başlanğıcı oldu ama neyse. Videoya bu dəqiqə girdim. Jek çaldırdım. Neyse, olsun ki ezikdi. Sadəcə əvvəlki füyüzdən qalmışdı, yəni beləncə beysimdəydi. Baxın, düz beysimin yanında belə bir adam var. Bu adam mənim petlərimi çalmaya çalışırdı. Sırf buna görə də o adamın petlərini çalacağım. Ne olur artık bir tane 13 trilyon pulum olsun. 13 trilyon 13. Dostlar, vallahi ben bu serverdan da çıxıram. Bir də qəşəng server gəlsin. Burada inanıram ki qaranlı bir server gəlsin. Ya çoxu da gözümüz yoxdur, qara bəs. Aha dostlar. Allah'ım yarabbim ya Resulallah şeytan. Bir adamın Telestro var, Aquanat var. Hayda, o Telestro adamla Tessan. Server'a bir diye geçirdim. Hayda, Telestro isteseydim çalardım. Ayda, Gata Tironion. Ayda, terörist ikinci katta da var demiş. Neyse, işin olmaz. Kurumuş boğaz. Tironion boğaz. Ne olur o? Ayda. Biraz bir de bitti. Heç basic olmuş olan adamlar girir. Biraz güclü fasol adamlar da çıxır. Onunla sizinle konuşacağım. Oradakı çıxıb. Bir də buradakı da çıxsa server təzə adamlar gələcək.
Ay sesli. Kimle gayrı? Zirafa, Celestre. Aha. Telus. Efekti de mi? Esmami. Çoxmuş. Boş. Telus'u satıp getiremeyirlər. Mia. Və bir dənə Telus'u çaldıq. Acaba bu adam bütün beysini çalırım. Artıq 2 dənə Telus'umuz var. Biri getsə, biri var. Adam da çor deyib ona haqqı. Los tralaleritos. Kurumuş boz. Neyse bu videoda deməli nə çalmışıq hələlik. Bir də Telus'u çalmışıq. Tam yaxınlaşan kimi çıxmalıydı da. Neyse pulları toplayaq. Dostlar pes getdi. Sıra balerina kapısının növü oldu. Hə, görək hara aparacaq. Bu bayaq mənə pes satamadı. Hə, apar. Aparasan. Of. Belə adamları heç xoş. Ay da süzgəyə pes çalır. Sən niyə mənə vurursan? Get o adama vur da. Hay Allah. Yer değiştirmek istedim. Aha. Kurumuşum boğazım. Troppa trippa. Ay Allah. Neyse. Başka server'a gitmeye məncə vaxtı geldi. Ama bu serverda heç beləncə heç mən petlərimə dalmır. Bu adam sarması. Yo, o adam da çıxdı. Ay Allah. Ya bura çok bilmirəm. Qalım mı? Gedəyim mi? Mən də gedim. Son nəfərə paralarımı toplayıb gidiyorum. Mən düz sancımı yoldan qaram ram delim adı dun. Dragon, Cannelloni, Strawberry Elephant, Meow keçəcək. Baxın. 3, 2, qaram səsi gəldi. Neyse. Server'a girdi. Görək bu dəfəki server beter olacaq. Dostlar burada bir pet var. Bayaq neyse danışmadım. Base'e bağladım. Bir de 2 televizyon var. Bu server berbat bir servermiş. Ben bu kadar da düşünmürdüm yani. Bir daha server test edək. İnşallah bu dəfəki server açılmaya yaxşı olar. Aha. Baxaq. Neyse bu serverda durum. Aha. Totino Nionino. Nyanchet. Ayda. Tez ora getməliyim. Aha. 10 adam hələ bu dəqiqə çıxmadı. Bu adam ama 100% çıxacaq. 3 milyon, 3,5 milyon hansı çalım? Üst katta daha cüzleri var, tam olsun.
Eş olmaz. Eş olmaz. Adama da çok böyük bir ziyan girmiş olmasın. Girib tez ən üst katdakı 4 verici 2 milyonlu petlərdə çalacam tez. Hamısını bir. Aha vurdu. Tarih bir de var. Bu adamdan ayrı çalacağım. Haydi dama. Çıxar çölə. Haydi çölə də çıxmayırmış. Tək çarə qaldı. Olar ses çəkməyi qururmuşum. 100 13 T pulum olar. Baxaq. Rumborollo üzərində davam edirlər. Valla 12.95 12.96'da olmadan olsun. Ora kimsə görür. Nəmiş. Bakın evvel bu pet məndə də vardı. Petçe. Tamam. Başka şey. 96 olacak inşallah. Allah'ın çönaylığı ile. Oldu 96. Yes be. 96 oldu. Ne bu? Keşke el üst kattaki çalsaydı. Çünkü elə də bu ilk katdaki petləri çalmaq hasad olardı da. Üçüncü katdaki petləri çalmaq üçün aşağı düş. Təzdən aşağı düş. Qapıda çıx. Çox əziyyət deyəli. Aha. Kız pakramat var. Pakramat mamayta. Olan şeydi. Çalıram be. Ah balina. Ömer. Trip bitir nasıl lazım olacak. Ya ben bir şey bilmirəm ki. Ben bu kadar peti yanlış hesablarında ters sıkıştıracağım. Biz 3 tane yanlış hesabım var. Sıktıraram. Birinin rebiti 11 rebiti. Birinin rebiti 7 rebiti. Birinin rebiti 4 rebiti. O 4 rebitiye təzə açmışam. Ama orada ne kadar secretler var. Niye o petleri alıp pul kasmırsa diye söz. Çünkü pulum çocuk isalesiyle görürse de olur. Los Burritos saldırdım. Los Vidagos saldırdım. Murad'ın 55 milyonluk Los New Bypass Potatoes'u saldırdım. 36 onu özü saldırdı. 36 milyonluk Burrito Bandito Traktorito saldırdım. Oy maşallah. Ha maşallah. Dəyməsin nazarlar. Bak kardeşim mənə vurma. Nə çalırsan çal. Mənə vurma. Geç çıxa biləcək axı. Pakrat gedir. Düz adam 5 milyon. Düz adam 5 milyon 5 milyon koydu. Bir defa bu adamdan Guatatinon'u çalacağım. Job şəfu. Aha bu düz 5 milyondaki adam çıxdı. Bak bu adam burada nə işi var? Tut beni. Gel gazlayayım, yanlayayım bir daha arabanı. Haydi arabamı çarptım. Bakın belənciyle yanlıyorlar adamı. Adem'in meşə son 7 dəqiqə qalıb. Neyse dostlar bu videoyu bu kadar olsun. Mən indi bir dənə qabaqlarda bir dənə base axtarıram ki, o 3 yol eventi yaxşı olsun. Yəni bilmirəm dəqiqliyi ilə 3 yol eventi üçün. Dostlar sizə 2x olacaq. 3 yol eventi ilə elə də bir adı yoxdur. Əsas şey şansdır. Məsələn şans və 3 yol eventi olsa, o çox gözəldir. Amma sadəcə beləcə 3 yol eventi olanda heç nə gəlmir. Buna görə də böyük ehtimal girməyəcəm ona. Sağ olun, salamat qalın.